Bəzən psixoloq kimi də işləmişəm məktəblərdə könüllü olaraq, həm də qısa müddətli bir fəaliyyətim olub. İndi isə yetkinlər terapiyası ilə daha çox məşğul oluram və belə daha çox koqnitiv davranışçı terapiya növündən istifadə edirəm. Başqa sualı olan varsa, yəqin ki, aralarda suallarınızı verə bilərsiniz. Bugünkü mövzumuz art terapiyanın əsaslarıdır. Mən indi slayd paylaşacağım. Slayd görünür. Bəli, görünür. Art terapiya, biraz istəyərdim ki, bunu böyüdüm ki, qıraqlar daha yaxşı görsənsin. Biraz istəyərdim ki, həm interaktiv olsun, həm də yenə suallarınız olsa aralarda verəsiniz. Sizcə ümumiyyətlə art terapiya nədir? Salam aleyküm. Salam. Art terapiya mənim bildiyim qədərilə düşüncələrini ifadə edə bilməyən bəzi insanlar ki var, onlar şəkil çəkərək və yaxud da musiqi iləmi, ya rəqsləmi belə özünü ifadə formasıdır. Düzgün yanaşmadır, bəli. Başqa qeyd eləmək istəyənlər varmı? Art ümumiyyətlə incəsənət deməkdir. Yəni incəsənət üzrə olan bir terapiya nəzərdə tutulur. Bəli. Fatimə xanımla biz tanışıq. Kurs yoldaşıyıq. Sən görmək çox şad oldum. Şəhla. Mən də səni görməyə Fatimə şad oldum ki, sən də buradasan. Deməli, ümumiyyətlə, baxaq ki, art terapiya nədir? Art terapiya incəsənət və yaradıcılıq əsasında formalaşan psixoterapiya və psixoloji korreksiyanın bir növüdür. Deməli, terapiyanın bir çox qollarında art terapiyadan da istifadə edə bilərik. Yəni, ola bilər ki, biz tamamilə art terapiya növündən, yəni bütün seansı art terapiya növündən istifadə eləməyək. Sadəcə onun bəzi texnikalarını, bəzi metodlarını məsələn, seans ərzində istifadə edilir. Amma bayaq xanım da dediyi kimi, yəni incəsənətdən daha çox asılıdır və bunun içində bir çox növləri var. İndi biz baxacağıq daha sonra. Belə. Biraz tarixinə nəzər yetirək ki, ümumiyyətlə art terapiya hardan gəlir? Adrian Hill deməli ilk yaradıcılarından sayılır. Bu da ilk dəfə 1939-cu ildə deməli müharibədən qayıdan əsgərlərə rəsmlər çəkdirdilir. Bu daha çox art terapevtik deyil də daha çox rəsm çəkdirməyin, rəsm çəkməyin daha doğrusu müalicəvi effektini göstərirdi. Çünki oradan qayıdan əsgərlər sözsüz ki, müəyyən bir travma ilə qayıdırlar, yəni müharibədən qayıdırlar və bəziləri hətta, necə deyək, zədələnmiş olurlar, bəziləri qazilər olur və onların üzərində belə də işləyirlər, Adrian Hill, xəstəxanada olarkən. Və o görür ki, həqiqətən də onlar daha tez sağalırlar, travmalardan daha tez qurtulurlar. Və onun belə bir kitabı var ki, İncəsənət xəstəliyə qarşı. Amma Adrian Hill onu tam olaraq art terapiya kimi deyil, sadəcə rəsm çəkərək müalicə olunmaq kimi istifadə edir. Daha sonra isə Edward, o isə belə deyək, art terapiyanın atası Adrian Hill'in işinə könüllü olaraq qoşulmuşdu. Britaniyada daha çox bu işi irəlilətmişdi və onun Adamsın kolleksiyası var ki, burada da yenə xəstəxanada olan xəstə insanlar, qazilər, onların yaratdığı heykəllərdir, şəkillərdir. Bunları bir qaleriya kimi təqdim edir insanlara.
Ümumiyyətlə art terapiya iki sanki belə deyək, həm terapiyadır, həm də korreksiya edir. Həm terapiya növü kimi, yəni həm korreksiya növü kimi istifadə edirik. Çünki bəzi növlər var ki, biz onlardan korreksiya kimi istifadə edirik, yəni art terapiya texnikalarından. Bəzi növlər var ki, onu terapiya prosesində istifadə edirik. Bəs ümumiyyətlə art terapiya və diaqnostika sizcə necə bir-birinə bağlantılıdır? Ümumiyyətlə bağlantılıdırmı? Bağlantılıdırsa necə bağlantılıdır sizcə? Cavab vermək istəyən yoxdur. Salam Şəhla xanım, axşamınız xeyir. Salam, axşamınız xeyir. Digərləri inşallah yaxşısınız. İcazənizlə mən öz bildiyimlə cavab verə bilərəm. Bəli, buyurun. Art terapiya və diaqnostika arasındakı əlaqə belə fikirləşirəm ondan ibarət ola bilər ki, pasientlərə deyək, belə şəkil çəkdirməkdən təkcə şəkil çəkdirmək yox da, həmin yəni ki, bu art deyəndə içərisinə nələr daxildirsə, onlara diaqnoz qoyulmaqdan söhbət gedir. Yəni mənə elə gəlir ki, söhbət burada budur, eləmi? Aha, bəli, odur. Sadəcə sual daha çox belədir ki, yəni sizcə art terapiya daha çox yəni diaqnoz qoyulmaq üçün istifadə olunurmu sizcə? Bəli. Çünki bəzi növlərində, art terapiyanın bəzi növlərində istifadə olunur. Amma bəzi növlərində yox. Biz sadəcə bunu rahatlamaq kimi istifadə edirik. Bəzi növlərində ümumiyyətlə burada diaqnoz qoymaq məqsədli istifadə eləmirik. Amma məsələn, indi biz sonra baxacağıq. Məsələn, qum terapiyasında diaqnoz qoymaq məqsədli istifadə oluna bilir. Ki, şuur altına baxırıq ki, hansı hadisələr baş verir. Ola bilər ki, biz orada travmanı görmüş ola bilər ki, gizlədilmiş hansı hissləri görmüş ola bilər. Daha çox sanki diaqnoz qoymaq xarakterli özünü göstərə bilir. Amma bəzi növləri var ki, yox, sadəcə rahatlamaq üçün istifadə olunur. Birazdan, yəni bundan sonra mən video olmalıdır. İndi ümid edirəm bu video işə düşər. Bilən bu videonu izləyək. Uşaqlarda aqressiya səbəbsiz olmur. Məsələn, uşaq nəyisə istəyir. Biz verməmişik, o isterik ağlayır, əşyaları qırır, özünü ya da başqasını dişləyir. Belə vəziyyətlərdə gözləyirik, uşaq sakitləşsin. İcazə verirsə onu qucaqlayıb hisslərini ifadə etməsinə icazə veririk. Bunun etmə səbəbimiz məyusluğun xaricə tökülməsidir. Evdə həm özümüz, həm də övladımız üçün gündəlik ləvazimatlardan istifadə edərək art-terapevtik metodla aqressiyamızı stabilləşdirə bilərik. Bunun üçün bizə meyki, A4 vərəq və iti uçlu əşya lazımdır. Əvvəlcə vərəqi diaqonal vəziyyətdə əlvan rənglərə rəngləyirik, daha sonra üzərindən qara boya ilə gedirik. İti uçlu əşya ilə vərəqdə müxtəlif rəsmlər çəkirik. İstənilən şey ola bilər. Aqressiyanın vaxtında diqqət alıb səbəbini araşdırmaq lazımdır. Bunun üçün siz hansı metodlardan istifadə edirsiniz? Məsələn, bu art-terapevtik bir texnikadır və bu texnikanı adətən, indi videoda da deyildi ki, azda aqressiya zamanı istifadə edirik. Təkcə uşaqlarda yox, böyüklərdə də istifadə oluna bilər, ümumiyyətlə art-terapiya növləri və ümumiyyətlə art-terapiyadan istifadə edəndə nəticəni çox tez görə bilirik. Məsələn, deməli 6 nəfərlik bir qrup var idi və burada uşaqlar 6-8 yaş arasındaydı və qruplar üzərində işləyirdik. Sadəcə qıraqdan baxanda, məsələn, valideynlər qıraqdan baxanda, neçə il əvvəl idi bu, görür ki, siz sadəcə plastilindən işləyirsiniz. Siz sadəcə şəkil çəkirsiniz, amma əslində çox gözəl geri dönüş olur uşaqlarda. Məsələn, hətta bir seans sonra artıq qrup terapiyası idi və bir seans sonra artıq uşağın valideyni gəlmişdi ki, yəni irəliləyiş var. Məsələn, normalda yatağına özü tək getmir, amma bugün getdi. Yəni, bilmirəm, əgər aranızda işləyənlər varsa, bu texnikalardan istifadə eləmişsə, ümumiyyətlə bir seans keçirmişsinizsə, bəzən uşaqlarda çox tez irəliləyiş görülür, amma çox tez də onlarda geri dönüş görə bilər, yəni geriyə dönüş görə bilərik daha da proqres əvəzinə. Bu da valideynlərdən biraz asılıdır ki, valideynlər də psixoloqla əl-elə verib işləməlidir.
Aha. Ümumiyyətlə, deməli, necə istifadə olunur? Sosial olaraq qəbul edilən yollar aqressiyanın və başqa neqativ hisslərin çıxarılması üçün istifadə olunur. Müalicə prosesini asanlaşdırmaq üçün bayaq qeyd elədik, əslində elə bu terapiya növünün yaradılmasına səbəb olan səbəblərdən biridir. Sonra interpretasiya və diaqnostik nəticə üçün material əldə etmək üçün bayaq onu da qeyd elədik. İnterpretasiya isə budur ki, biz texnikanı keçirdikdən sonra və yaxud seans ərzində deməli əldə etdiyimiz nəticələri sanki təhlil edirik, belə deyək, pasientlə. Klientin qarşısına aldığı fikir və hissləri açmaq üçün hamı eyni cür deyil və belə deyək də, hamı gəlib bizim qarşımızda oturan kimi, necə deyim, bütün mövzularını danışmır, bütün problemlərini danışmır. Bəzi insanlar gəlirlər sadəcə susurlar. Məsələn, susan insanlarla əslində art terapiya növü çox gözəl işləyir ki, siz onların sustuğunu, məsələn, vərəqə tökdüyünü və yaxud plastilinə tökdüyünü və yaxud qum terapiyası işləyəcəksə, qum terapiyasında göstərdiyini görə bilərik. Psixoloq və klient arasında əlaqə yaradır. Bəli, çox gözəl əlaqə yaradır. Çünki bilirik ki, ümumiyyətlə psixoloqla pasient arasındakı əlaqə əvəz olunmazdır, təkrar olunmazdır və bu əlaqəni düzgün yaratmaq lazımdır. Necə başlasaq, elə də davam edirik. Ona görə də art terapiya texnikaları çox işə yarayır burada. Hisslərin daxili idarəsinin inkişafı üçün, hisslərdə diqqəti cəmləşdirmək üçün bəzi insanlar hisslərini ifadə edə bilmirlər. Məsələn, siz insana deyirsiniz ki, nə hiss edirsən, o sizə düşüncələrini deyir. Bu çox rastlanan bir haldır. Bu uşaqlarda çox da görünür, çünki uşaqlar onsuz da danışırlar nəysə və siz artıq onu görürsünüz, oyunlarda göstərirlər. Amma böyüklərdə isə, yəni yetkin insanlarda isə bəzən hisslərini bilmirlər. Yenə deyirəm, deyirsiniz, nə hiss edirsiniz, onlar düşüncələrini bilirlər bəzən, qarışdırılır. Emosional yanma, gərginlik və hisslərin ifadə oluna bilinməməsi zamanlarında həyəcan və qorxu hissinin üstün olduğu hallarda istifadə olunur. Yəni bunlar üçün istifadə olunur. Qorxunu da bayaq yəni bir nümunə kimi göstərdim. Bəs belə bir suallar var burada. İstəyərdim ki, siz cavablandırasınız. Art terapevt konsultativ bacarıqlara malik olmalıdırmı sizcə? Məncə həm olmalıdır, həm də biraz daha dərin nələrsə ifadə eləməyi də, soruşmağı da bacarmalıdır. Həm terapevtik kimi, həm də konsultativ kimi bacarığı olmalıdır. Bəli. Yəni düzgün sual vermək bacarığı olmalıdır, qeyd etdiyiniz kimi və ümumiyyətlə terapevtik düzgün sualları verməlidir. Məsələn, daha çox bu qum terapiyasında olur. Ola bilər ki, bəzi növlərdə ümumiyyətlə terapevt danışmır. Bu da var, belə texnikalar da var ki, məsələn, bayaq ki, o videoda o məsələn texnikada terapevt ümumiyyətlə danışmır. Yəni burada danışmağa ehtiyac yoxdur. Çünki biz bunu diaqnostik bir nəticə üçün istəmirik. Sadəcə aqressivliyi, biraz gərginliyi aradan götürmək üçün istifadə edirik. Amma olmalıdır. Çünki bu bir terapiyadır. Bu bir terapiyadırsa, əlbəttə orada çalışan terapevtin və onun konsultativ bacarıqları olmalıdır. Bəs sizcə art terapevtin yaradıcı qabiliyyətinin olması vacibdirmi? Özüm cavab verim. Burada mən biraz düşündürdüm bu mənə. Yaradıcı qabiliyyət incəsənətdirsə, yaradıcılıq onsuz da incəsənətdə var deyə çıxış eləsə, əslində məncə olmalıdır. Əslində burada nədir əsas olan ki, yəni məsələn bir terapevt pianino çalmağı bacarmalıdırmı? Əlbəttə ki, musiqi ilə terapiyası ilə məşğuldursa bir psixoloq, əlbəttə yaxşı olar ki, onun yaradıcı qabiliyyəti olsun. Yəni bu baxımdan bir notları bilsin, ümumiyyətlə musiqidən başı çıxsın. Yəni bunlar olsa yaxşı olar. Çünki
necə deyim, sizin qarşınızdakı insan tamamilə musiqini bilən bir insan ola bilər və o musiqi terapiyasını o zaman istifadə edə bilərsiniz. Əslində məsələn art terapiyada bir çox növ var və biz baxmalıyıq bizə hansı uyğundur. Amma məsələn izoterapiyada, məsələn rəsm terapiyasında çox da ehtiyac yoxdur bizim yaradıcılıq qabiliyyətimizə. Nə mənada? Yəni biz rəssam olmalı deyilik. İlla da art terapiyanın bu növündən istifadə etmək üçün rəssam olmamıza ehtiyac yoxdur. Bu baxımdan bəzən hə, bəzən yox. Hansı məlumatlara sahib olmalıdır? Əlbəttə ki, terapevtik məlumatlara, konsultativ məlumatlara, inkişaf məlumatlarına, çünki uşaqla işləyirsə, uşağın inkişaf proseslərini bilməlidir ki, indi hansı məsələn texnikadan istifadə edə bilərəm və əlbəttə ki, psixoloji məlumatlara da, yəni psixologiyadan bağlı hər şeyə malik olmalıdır. Hansı növləri var? Gördüyümüz kimi bu növləri izo, musiqi, foto, qum. İndi biz bir-bir ayrıca bir-bir hamısını qısaca izah edəcəm. Deməli, birinci izoterapiyadır. Deməli, yaradıcı rəsm əsasında formalaşmış art terapiya metodudur. Yəni biz burada daha çox istifadə edirik. Nədən? Deməli, fırşalar, karandaşlar, boyalar, deməli A4-lər, A5-lər və daha böyük vərəqlərdən, flipchartlardan falan istifadə edirik. Bunların növləri var. Deməli, proyektiv rəsmdir, sərbəst rəsm. Proyektiv rəsm nədir? Burada müəyyən bir konkret bir mövzu olur. Bunu proyektiv diaqnostika üçün istifadə olunan metodikalardan ayırırıq. Bu biraz art terapiya növlərinə aiddir. Burada mövzu belə olur. Məsələn, siz bilirsiniz ki, tutalım ki, uşaq üzərindən deyim. Məsələn, siz bilirsiniz ki, uşaq məktəbdə problem yaşayır. Bunu valideyn bu belə deyək də mövzu ilə sizə müraciət edir. Bu zaman siz ona mənim məktəbdə bir günüm adlı bir proyektiv rəsm verə bilərsiniz. Bu odur ki, siz onu yönləndirmə edirsiniz artıq. Siz ona yönü verirsiniz ki, bugün bu tipli bir şəkil çəkəcək. Sərbəst rəsm odur ki, adından da göründüyü kimi heç bir mövzu ortadan qoyulmur. Pasiyent öz istədiyi formada şəkli rəsmi çəkir. Kommunikativ rəsm isə iki nəfər arasında olur. Bu daha çox qrup terapiyalarında istifadə olunur və bu zaman burada daha çox sərhədlər işlənilir. Yəni ki, insan necə sərhədini bildirmir, rəsmi çəkərkən digərinin sərhədinə daxil olurmu ya yox. Birgə rəsm isə adətən deməli qruplar formasında 2 nəfərdən çox insanın istifadə elədiyi bir növdür və bu da yekə böyük vərəqlərdən istifadə olunur. Tamamlayıcı rəsm isə bir nəfər rəsmi başlayır və digər qrup üzvləri isə o rəsmi tamamlamağa çalışırlar. İndi bizdə belə deyək də təlim onlayndır və onlaynda əlbəttə biz istifadə edə bilmirik necə deyim, hansısa qrup işlərindən, amma mən bu təlimi offline-da verdiyim olub müəyyən yerlərdə və orada biz istifadə eləmişik tamamlayıcı rəsmdən də, daha çox tamamlayıcı rəsmdən istifadə eləmişik və bayaq məsələn göstərdiyim o videoda olan texnikadan da istifadə edirdik və gözəl nəticələr, maraqlı nəticələr əldə edirdik. Mandala isə mən indi case göstərəcəm sizə mandala ilə bağlı. Mandala bəzən səhv bilinir. Bu satılan, satışda olan mandalalar var ki, biz onları rəng edirik. Bu mandalalar əslində terapevtik texnika kimi deyil. Çünki bunlar sırf rəngləmədir və əlbəttə ki, mənim hətta səhifəmdə videoda var, sırf bu mandalalarla bağlı. Əlbəttə bunu istifadə edə bilərik. Hansısa hədəfimiz varsa, o hədəfi yerinə yetirənə qədər rəngləmək üçün və yaxud stressimizi azaltmaq üçün. Bəzi insanlar var ki, amma sevmir, yəni onlarda stresi azaltmır. Amma məsələn, bunun üçün istifadə edə bilərik ki, stressimizi azaltsın. Hazır mandalalar. Amma əgər biz tam olaraq art terapiya növü kimi mandalaya baxırıqsa, bu zaman mandala ümumiyyətlə xüsusiyyəti odur ki, o bir dairənin içində olur. Yəni şəkil tam dairənin içində olmalıdır. Məqsədimiz harmoniyanın yaradılmasıdır və ümumiyyətlə mandalanın məqsədi də budur. O harmoniya yaratmaq üçündür.
Və yəni və mandalanı biz özümüz çəkməliyik, özümüz yaratmalıyıq. Hazır bir mandalanın içində eləməməliyik. Və hətta dairəni belə özümüz qurmalıyıq bunu. Yəni bir harmoniya yaratmalıyıq. Məsələn bu кейsdə deməli qız uşağıdır və onun deməli özündən balaca 2 dənə bacısı və qardaşı var. Və onun anası 9-6 işləyən bir deməli işçidir. Bu arada bu mənim кейsim deyil, sadəcə deməli müəlliflərdən birinin кейsidir. Art terapiyanı araşdırarkən gördüyüm müəlliflərdən birini. Və orada belə bir şey olur ki, uşağın o ilk çəkdiyi birinci şəkil problemi uşağın özüdür. Daha doğrusu uşaqda əlində müəyyən yaralar əmələ gəlməyə başlayır. Onlar həkimə müraciət edirlər. Həkim bildirir ki, bu sırf psixoloji problemdir. Nə qədər hansı kremdən istifadə eləsələr də, hansı dərmandan istifadə eləsələr də, hələ də bu yaralar qalır, əlində olan yaralar qalır. Çünki ana işləyir, bütün məsuliyyət böyük qızın üzərindədir. Səhv eləmirəmsə 12 yaşı olur. Bütün problemlər, evin bütün problemləri, uşağı bağçaya aparmaq, balaca bacını bağçaya aparmaq, o birisi qardaşı məktəbə aparmaq, özü məktəbdən getmək, gəlmək, evdə yeməyi qızdırmaq, uşaqlara yeməyi vermək. Yəni bildiyiniz o ana obrazındadır. Və ona görə də belə bir psixoloji problem yaradır. Və nəhayət o psixoloqa müraciət edirlər. Həkim daha doğrusu onlara məsləhət görür. Və birinci rəsm budur. İkinci rəsmdə isə artıq psixoloqun belə bir sual olur ki, sən necə təsəvvür edirsən? Elə düşün ki, sənə bir yardım əli, yəni bu xəstəliyi qara qeyd eləmsən və indi bir sənə yardım toxunuşu olsa, sənə bir, necə deyək, bir kömək olsa, necə təsəvvür edirsən, bu necə müalicə oluna bilər? Və onu görürsünüz, günəş çəkir, sanki pəncərədən günəş vurur o qara nöqtənin üstündə və qara nöqtə getdikcə rənglənir. Təsəvvür edin ki, bu hələ bir görüş olan bir şeydir. Əlbəttə ki, görüş seans müəyyən müddət davam edir. Sadəcə bir texnika bundan istifadə olunur. Əlbəttə ki, burada danışıqlar da var və yəqin ki, başqa texnikalar da var ki, istifadə olunur. Sonra üçüncü şəkil, dördüncü və getdikcə görürsünüz ki, harmoniya yaranır. Məsələn, üçüncü şəkil hələ də biraz qarışıqlıq var, dörddə o qədər də harmoniya və burada həm də söhbət simetriyadan da gedir. Beşinci şəkil və altı, yeddinci şəkil isə bir neçə ay sonra çəkilən şəkildir. Yəni 5-ci şəkildən sonra pasiyent uzun bir ara verir, müəyyən bir səbəblərə görə psixoloqla görüşə bilmir və bir 2-3 ay sonra psixoloqla yenidən görüşür və 6-cı, 7-ci şəkillər artıq daha harmoniya içindədir və doğrudan irəliləşmə olur və əlbəttə ki, yaralar da çıxıb gedir. Yəni əslində mandala budur art terapiya texnikası kimi. Başqa bir nümunə sulu vərəq üzərində rəsm çəkmək. Burada hədəf gərginliyin çıxarılmasıdır. Taktil kontaktı, emosional vəziyyətin harmonizasiyası və təxəyyül inkişafı üçün istifadə olunur. Nədən istifadə edirik? Akvarel, fırça, su, süngər. Uşağa süngərlə kağız vərəqi satmağa və onda boyalarla nöqtələr qoymağa təklif edirik. Rəngləri necə yaydığını müşahidə edirik. Və burada sanki yenə bu da stresi azaltmaq üçün, gərginliyi azaltmaq üçün daha çox ilk seanslarda istifadə oluna bilər ki, uşaqla əlaqəni daha yaxşı qurmaq üçün. Biz qeyd eləmişdik, həm də art terapiya istifadə olunur. Psixoloqla pasiyent arasındakı o əlaqənin yaxşı qurulması üçün. İndi isə musiqi terapiyası. Müalicə vasitəsi olaraq musiqidə istifadə edilən psixoterapevtik metoddur və bir neçə növü var. Pasiv metod budur ki, müəyyən bir relaksasiya üçün istifadə olunan musiqi qoşulur, ola bilər klassik musiqi kimi və sadəcə pasiyent bu musiqiyə qulaq asır. Qulaq asdıqdan sonra öz hisslərini ifadə edə bilər və yaxud daha rahatlamaq üçün istifadə edir bəlkə bəzən psixoloq, bu ola bilər. Məsələn, mənim qarşılaşdığım var idi. Düz biz seansın için istifadə eləməmişdik, amma pasiyent dəfələrlə vurğulayırdı ki, su səsi, təbiət səsi olan musiqilər olur, bir neçə saatdır. O deyirdi ki, mən yol gedəndə onlara qulaq asmağı xoşlayıram. Yəni, bu mənə rahatlıq verir, bu mənə daha gərginliyim azalır, stresim azalır və biz əlbəttə ki, ondan istifadə edirdik.
Aktiv metod. Aktiv metod odur ki, pasient özü də musiqi alətindən istifadə edə bilir və seans daxilində ola bilər ki, hansısa bir anda musiqi alətindən istifadə edir. Bunun üçün də əlbəttə terapiya otağında hansısa bir musiqi aləti olmalıdır. Piano ola bilər, gitaranız ola bilər, necə deyim, skripkanız ola bilər. İnteraktiv metodda isə ümumiyyətlə pasient başdan ayağa həm musiqini sanki özü bəstələyir, özündən bir musiqi quraşdırır, həm bu musiqini çalır, həm də musiqidən sonra onu ifadə edə bilər və həmçinin musiqidən sonra öz hisslərində ifadə eləyir. Yəni bunu daha sonra interpretasiya edirlər psixoloqla. Mozart effekti nədir? Bu arada yaradıcıları Francis Raschert, Gordon. Deməli, müəyyən uşaqları iki qrupa bölürlər və onların hər hamısına iki qrupa da müəyyən misallar verirlər və bu misalları verərkən baxırlar ki, hansı uşaqlar ki, bu K448 musiqisini dinləyirlər, bu uşaqlar çox uğurlu nəticə əldə edirlər digər qrupa nisbətdə. Əlbəttə ki, bu sonra təqsim olunmuşdur. Həmişə ümumiyyətlə biz o vaxtı Fatimə xanımın da yadında olar. Həmişə kitabları oxuyurduq və oxuduqca kitabın sonunda deyirdi ki, bu təqsim olunmuşdur. Yəni belə bir necə deyim, eksperiment aparılıb, amma daha sonra müəyyən olunub ki, yox, bu düzgün deyil. Yəni eyni Mozart effektində də daha sonra təcrübələr aparılıb ki, əslində bu bir necə deyim, sadəcə bizə elə gəlir ki, bu belədir, amma əslində elə də çox qeyri-adi bir effekt vermir. Amma əslində klassik musiqinin effekti danılmazdır. Həqiqətən də klassik musiqilər beyində müəyyən bir təsirlərə yol açır. İstər sakitləşmə baxımından, istərsə uşaqların inkişafında həqiqətən də əslində təsir edir ki, çox vaxtda da hətta qadınlara hamilə olduqda uşaq dünyaya gəlməmişdən də klassik musiqi dinlənməsini ginekoloqlar belə tövsiyə edirlər əslində. Amma yenə də müzakirəli bir hadisədir. Deməli, fototerapiya deməli fotoların korreksiyon tətbiqi vasitəsilə psixoloji əsaslı problemlərin həlli, şəxsiyyətin inkişafı və harmonizasiyasını nəzərdə tutan art terapiyanın metodudur. Deməli bir çox növləri var. Növləri buradadır. Burada ümumiyyətlə hansı şəkillərdən istifadə olunur? Klientin özünün şəkillərindən, başqaları ilə birgə çəkilən şəkillərdən, ailə üzvlərinin şəkillərindən və jurnallardan, internetdən müxtəlif şəkillərdən. Adətən gələcəklə bağlı, deməli, var mı burada? Adətən gələcəklə bağlı, deməli, məsələn, bir seans keçiririksə və gələcəklə bağlı bir mövzu varsa, bu zaman jurnallardan və internetdəki şəkillərdən istifadə olunur. Məsələn, gələcəkdə sən özünü necə təsəvvür edirsən, harada görürsən tipli, əgər suallar varsa və ümumiyyətlə siz pasiyentlə bu üzrə işləyirsə, o zaman jurnallardan istifadə edirik. Ona görə əlimizin altında çoxlu jurnalların olması məsləhətdir ki, bunlar da adətən ya moda jurnallar olur, sadəcə siyasi jurnallar ola bilər, belə bir şeylər ola bilər. Ümumiyyətlə, self terapiyanı isə, yəni özünü çəkərək terapiya etməyi, fototerapiyanın bir növü kimi, bunu Kristina Nunez elmə gətirmişdi və o özünü müəyyən bir böhrandan sonra hər gün şəkillər çəkmişdi. Orada onun atası ilə şəkli var və əslində o dərk eləmişdi ki, daha sonrasındakı atasını itirdikdən sonra bu şəkillər ona terapevtik çox yaxşı təsir eləmişdi. O hər gün özünün şəklini çəkirdi və həmişə müqayisə edirdi. Əslində bu necə istifadə olunur bəs terapiya əsnasında? Bu daha çox pasiyentin terapiyadan öncə, terapiyanın ortasında, terapiyadan sonra hansı vəziyyətdə olduğunu göstərə bilər. Bundan başqa, məsələn, orada var ki, ailə üzvlərinin şəkilləri. Bəzən elə texnikalar var ki, orada istifadə edə bilərik ailə üzvlərinin şəkillərindən və həmçinin, məsələn, belə bir texnika var idi ki, gözünü bağlamalıdır pasiyent və psixoloq ona belə bir deyir ki,
sən ilk çəkilən şəklə geri dön. Yəni ilk dəfə çəkildiyin şəkil. Və orada məsələn 1 yaşında çəkilib o şəkil və həmin pasiyent təsəvvür edir ki, o 1 yaşında çəkilən şəkil ki, o şəkil də əlimizdə olmalıdır bunun üçün. Və o şəkli baxdıqda nə hiss edir? Çünki əslində 1 yaşında nə hiss elədiyini unudub artıq. Bu yaşında artıq unudub. Əslində dəfələrlə təkrarlanır o hisslər, amma bu yaşında artıq unudub. Və o şəklə baxanda o yadına düşür həmin hisslər ki, mən onda nə hiss edirdim. Bəlkə də çox şən bir anda çəkilən bir şəkildə hüzünlü, bəlkə də çox kədərli bir gözlərini görür özünü. Yəni belə bir hallarla rastlaşılır bəzən. Ona görə istifadə oluna bilər fototerapiya növündən də. Oyun terapiyası deməli, art terapiyanın xüsusi olub, ona özü olmağa, həm də müəllim və uşaqlarla əlaqə qurmağa imkan verən prosesdir. Deməli, Virginia Axline elmə gətirmişdir, deməli, oyun terapiyasını. Ümumiyyətlə, Virginia Axline'ın oyun terapiyasından bağlı kitabı var, bir neçə cür kitabıdır və burada tamamilə geniş məlumat verir. Bəzi alimlərə görə, bəzi psixoloqlara görə oyun terapiyası art terapiyasına daxil deyil, tamamilə başqa bir qoldur. Oyun terapiyası, yəni necə ki, art terapiya tamamilə ayrıca bir qoldur. Onlar nə deyir ki, oyun terapiyası elədir. Amma bəziləri yox. Onları da oyun terapiyasında, yəni art terapiyanın daxilinə salır. Mən hətta ədəbiyyatlara da baxanda görürdüm ki, bəziləri art terapiyanın içində oyun terapiyasına daxil edir. Hətta bir çox kitablarda belədir. Amma bəzi kitablarda art terapiyanın daxilində oyun terapiyası yox idi. Oyun terapiyası tamamilə ayrıca bir mövzudur, çox geniş bir mövzudur. Tamamilə bundan istifadə edərək uşaqlarla işləyən psixoloqlar var ki, yalnız oyun terapiyasına istifadə edirlər. Yəni oyun terapiyası candır, belə deyək, ona görə ki, çox istifadə olunur uşaqlarla və ən gözəl üsullardan, növlərdən biridir. Burada xüsusi qaydalar var, otağın qaydaları var, izolyasiya necə olunmalıdır, uşaqla necə danışılmalıdır, təhlükəsizlik necə. Bunların hamısı Virginia Axline'ın kitabında var, amma mən bundan danışsam, gələ art terapiyanı qırağa qoyar, ona görə də sadəcə qısaca məlumat verirəm. Qum terapiyası isə deməli, dünya və insan özü ilə əlaqə yaratmaq üçün istifadə olunur və burada tamamilə pasiyent öz hisslərini sanki quma tökmüş kimi, o qum qabının içinə tökmüş kimi görünür və bu ümumiyyətlə belə deyək, qum terapiyası 2 cür var. Bir var, qumdan siz istifadə edirsiniz oyun terapiyasının içində. Məsələn, Virginia Axline'ın kitabında qeyd olunur ki, onun həmişə otağında qum var. Amma bu qum yerdə olur və bu qumun içinə uşaqlar girir. Yəni bu qum möcüzələr yaradır, düzdür, uşaqların hətta çox belə gözəl hisslərini ifadə etməsi üçün istifadə olunur. Adətən də qumlar uşaqlar əgər yaxşı əlaqədə deyilsə, bu onların hansısa bir hisslərlə bağlı problemlərin olduğunu göstərir. Amma bu o qum terapiyası deyil. Burada tamamilə şərtlər fərqlidir, ölçülər fərqlidir. Qaydalar fərqlidir və ümumiyyətlə Jung bilirik ki, Jung simvollarla çalışan bir psixoloq olub, yəni o tamamilə simvollar üzərində və Margaret Lowenfeld Jungun asistanıdır və o Dora Maria Kauf'dan qum terapiyasını görür və evə gətirmək istəyir. Əslində Margaret onsuz da qum terapiyasını istifadə edirdi. Simvollar üzərində Jungun simvolları ilə zaten istifadə edirdilər. Amma Dora Maria isə daha çox oyuncaqlarla, yəni özünün qoyduğu bir qaydaları var. Və səhv etmirəmsə Dora deyəsən sudan istifadə edir qum terapiyasında. Və burada görülür ki, ümumiyyətlə sudan istifadə eləmək əlbəttə olar. Amma biraz əziyyətli işdir. Çünki əgər siz sudan istifadə edirsə, o qum palçığa çevrilir və bunu yenidən istifadə eləmək olmur. Həmin qumu yenidən istifadə eləmək olmur. Və ümumiyyətlə bu qum adi qum deyil, sırf terapiya üçün nəzərdə tutulmuş qumdur. Qutu adi qutu deyil, sırf terapiya üçün nəzərdə tutulmuş qutudur və özünün ölçüləri var. Deməli, səhv etmirəmsə 49-5-in
deməli 57 sm ölçülərində belə bir şeydir və bəzilərində yuvarlaqlaşdırılmışdır, bəzilərində 50-ni 70-ə yuvarlaqlaşdırılmış formadadır. Hündürlüyü isə deməli 6 sm keçməməlidir. Daxili mavi rəngdə olur. Deməli, qum terapiyasında qutunun daxili mavi rəngdə olur. Bu mavilik həm səmanı, çünki kənarları da mavi rəngdə olur, həm səmanı, həm də suyu simvolizə edir. Ona görə də, məsələn, Margaret istifadə eləmir sudan, amma Dora bəzən istifadə edir, yəni məsləhət görür. Oyuncaqlar, deməli, qutunun hündürlüyündən keçməməlidir, çox hündür olmamalıdır, yəni 8 sm hündürlüyündən çox olmamalıdır. Və burada müəyyən qaydalar var ki, qısaca qeyd edeyim. Çünki qum terapiyası da çox genişdir. Yəni bəlkə də saatlarla, günlərlə danışmaq olar. Bir neçə təlimə sığan bir şeydir, çox genişdir və müxtəlif yanaşmalar var. Burada oyuncaqlar tikinti məhsulları üçün oyuncaqlar ayrıca olmalıdır. Məsələn, kərpiç tiplidir, necə deyim, odun tiplidir, yəni balaca ağac üçün istifadə olunan oyuncaqlardır. Məsələn, ağaclardır, daha doğrusu binalardır, belə olmalıdır. Su fiqurlar ola bilər, ana, ata, uşaq fiqurları, heyvan fiqurları, daşlar, düymələr. Yəni, inanılmaz şəkildə görürsünüz nə qədər oyuncaq var. Bu illərin yığılmış oyuncaqlardır. Bunu birdən-birə qurmaq olmur. Və ümumiyyətlə, ayrıca bir otaq olmalıdır qum terapiyası üçün. Evet. Yəni qum terapiyası haqqında belə və ümumiyyətlə qum terapiyasında bəzi görün burada qeyd etmişəm. Şəkillər var. Aha. Gördüyünüz kimi daha çox simmetriya fikir verilir yenə. Ümumiyyətlə qum terapiyası interpretasiya olunanda 6 hissəyə bölürük onu. Yuxarı hissə şuur səviyyəsidir, aşağı hissə şuur altı səviyyəsidir və deməli orta hissə indiki vəziyyətdir, sağ və sol hissə isə deməli keçmiş və gələcək hissələrdir. Həmçinin bunlar ana, ata ilə də bağlı və insan özü ilə bağlı hissələrdə bölünür. Bəzi alimlər belə bölürlər, bəziləri keçmiş, gələcək, indiki zamana görə bölürlər. 6 hissəyə bölünərək interpretasiyası olur. Ümumiyyətlə, qum terapiyası zamanı bir təlimat verə bilərik. Sərbəst istifadə eləyə bilər. Ola bilər ki, pasiyent həmin gün sərbəst işləmək istəyir və yaxud bir mövzu üzərindən işləyə bilər. Və bu zaman mütləq pasiyent və psixoloq da 45 dərəcəlik bir açıdan dayanmalıdırlar və hündürlüyü mütləq çanaq səviyyəsindən biraz yuxarıda olmalıdır. Nə çox yuxarı olmalıdır, nə çox aşağı olmalıdır qoyduğumuz o qutu. Ona görə müəyyən bir hündürlükdə olmalıdır, yerdə olmamalıdır və mütləq əgər pasiyent bu açıdan baxıb və işləyibsə bu yaratdığını, psixoloq da oradan baxaraq interpretasiya eləməlidir. Yuxarıdan baxaraq yox, sağdan, soldan baxaraq yox, sırf pasiyentin durduğu hissədən baxaraq interpretasiya eləməlidir. Belə, şəklin çəkilməsi icazə var, lakin zaten bu şəkillər çəkilib, yəni vaxt ikən çəkilib, yəni icazə var, amma əlbəttə yenə də pasiyentdən icazə almalıyıq və ümumiyyətlə pasiyent artıq bitirirsə, yəni seans bitirsə, mütləq bunu dağıdıb getməlidir. Özü dağıtma, necə qurmuşdursa, eləcə də dağıtmalıdır. Bu da şuraltının bağlanması deməkdir. Yəni artıq açıq bir qapı kimi qoymuruq. Bəzi ümumiyyətlə texnikalar var ki, onlarda açıq qala bilər şuraltı. Ona görə də çalışıb bunu bağlamaq lazımdır. Çünki qum terapiyası ümumiyyətlə bizzat daxildəki o travmalarla işləyən bir necə deyim, terapiya növlərindəndir. Arada sualın varsa, mən belə danışıb gedirəm, sual varsa verə bilərsiniz. Nağıl terapiyası isə terapevtik işlək, bekli nailiyyət əldə etmək üçün nağıldan istifadə olunur. Nağıl təkcə uşaqlarda istifadə eləmirik, böyüklərdə də istifadə edirik. Aha, qeydləmişəm. Və ümumiyyətlə nağılların necə istifadə edilir, hansı növləri var? Artıq mövcud olan nağıllar var ki, hazır tipli nağıllardır və bundan daha çox nağıl həmin pasiyent özü oxuyur və yaxud terapevt oxuyur. Uşaq olduqda daha çox terapevt oxuyur bu nağılı və əlbəttə ki, uşaqlarda çox gözəl nəticələr görürük. Sırf ancaq nağıl terapiyasından istifadə edib seansı sonlandırmaq mümkün olmasa da, seansın ortasında və yaxud əvvəlində nağıl terapiyasından istifadə eləmək olar.
daha çox enerji üçün, dırnaq yemək üçün istifadə olunan bir şeylərdir. Sırf nağıl terapiyası çox yaxşı işə yarayır. Bağçaya öyrəşdirmək üçün. Hətta Instagramda mən bir səhifə görmüşdüm. Sırf psixoloq başdan ayağa nağıl terapiyasıdır. Sadəcə rus dilindədir və onu Azərbaycanca tərcümə edəndə biraz hərfi çıxır. Və o effekti vermir. Çünki rus dilində, məsələn, baxırsınız və yaxud türk dilində hansısa bir nağıldırsa, onu görürük ki, Azərbaycanla çevirəndə o effekti vermir bəzən. Ona görə yaxşı olar ki, nağılları psixoloq özü yazsın, düşünsün və özü yazsın. Klientin nağılları, klient özü nağılı yazır və özü də oxuyur, interpretasiya olunur və nağılın səhnələşdirilməsi bu daha çox qrup terapiyalarında istifadə olunur. Böyüklər üçün deməli Zinkeviç nağılları var. Qadınlar üçün ayrı, kişilər üçün ayrı nağılları vardır. Və özü istifadə edir bu nağıllardan. Və burada nağılların o deyir ki, nağıl terapiyasını istifadə edəndə burada bir neçə mərhələdən keçirik. Birinci hazırlıq mərhələsidir ki, qərar verilir ki, hansı mövzu üzərindən nağıl yazacağıq. Daha sonra isə nağılın yazılması prosesidir. Bunu tapşırıq olaraq da evə verə bilərik ki, nağılı yazsın pasiyent və sonra artıq digər seansda gələndə nağılı oxuya bilər. Və yaxud da ki, siz başdan ayağa necə deyim, seansı belə təşkil edə bilərsiniz. Amma yenə də bu pasiyentlə sizin aranızda bir sözləşmə kimi olmalıdır ki, istəyir ya yox. Çünki bəzən pasiyent, məsələn, çox vaxt sərf eləmək istəmir texnikaya və istəyir ki, həmin gün danışsın, texnikanı evdə işləsin. Bu da ola bilər yəni. Rəqs terapiyası məncə daha az istifadə olunan növlərindən biridir. Rudolf Laban, Mary Wigman tərəfindən daha çox istifadə olunmuşdur və bu da daha çox xəstələnən insanlar üzərində istifadə olunur və görülür ki, onların sağalmasında müsbətə doğru irəliləyişlər var. Mən incəsənətin bütün növlərindən istifadə edəndə müsbət bir dəyişiklik görürük pasiyentlərdə və yaxud xəstələrdə əgər tibbi baxımdan istifadə olunursa. Rəqs terapiyası. Klinik istifadə olunur. Rəqs, dediyim kimi, klinikalarda istifadə edilirdi. Rəqs psixoterapiyası və şəxsi inkişaf üçün. Və bir çox növü var. Türk, tango, vals, aerobik, foxtrot və modern növləri var. Yenə deyirəm, biraz bunun üçün həm də şərait lazımdır. Əgər istifadə ediriksə rəqs terapiyasından bizim geniş bir mühitimiz olmalıdır. Balaca bir seans otağına çox da sığmaq mümkün deyil bunun üçün. Həm də ki, burada bir nəfərdən artıq olmalıdır. Yəni, pasiyentdən ya qrup şəklində ona görə istifadə olunur. Maska. Ümumiyyətlə, maska terapiyasından istifadə olunur insan öz hisslərini ifadə etməsi üçün və daha çox daxili və xarici aləmi müqayisə eləmək üçün də istifadə olunur. Və burada deməli, Jung'un maska insanların özünü gizlətməsi kimi Jung bunu həmişə qeyd edir ki, simvolik olaraq insan özünü gizlətmək üçün maskadan istifadə edir və ona görə daxilinə, maskanın daxilinə biz özümüzü daxildə necə hiss edirik, bunu qeyd edirik, bunu çəkirik. Yenə seans ərzində istifadə edə bilərik. Xaricdə isə özümüzü sosiuma biz necə təqdim edirik? Bunun üçün istifadə oluna bilər ki, və müqayisə eləmək. Daxildə necədir rənglər? Axı bunu daha sonra biz interpretasiya edirik əslində pasiyentlə ki, niyə bunu çəkdin, nəyə görə çəkdin, xaricə nəyə görə bunu çəkdin deyə interpretasiya edirik. Ona görə də burada aydın olur ki, daxildə nələr baş verir, əslində sosiumu göstərdiyi nədir? Maska taxaraq müəyyən rollar ifa etmək bu qrup terapiyasında olur və insanlar belə deyə daha çox psixodramada istifadə oluna bilər. Maska taxaraq müəyyən rollar ifa edirlər. Ola bilər ki, dedim, hansı bir problem var pasiyentin, ümumiyyətlə qrupda ortaq bir problem var və sanki bir nağıl kimi, tamaşa kimi yaradıla bilər. Bunlarda müsbət tərəfləri var. Diqqətinizə görə təşəkkür edirəm.
Və həmçinin qeyd eləmək istəyirəm ki, ümumiyyətlə art terapiya növlərindən hamısından çox geniş istifadə olunur. Yəni hamısından istifadə olunur. Dediyim kimi rəqsdir, fotodur. Yəni bu növlərdən çox da istifadə olunmur bəzən maskanın elə özündən də. Amma məsələn izoterapiyadan çox geniş istifadə olunur. Demək olar ki, indi də çox tez-tez rastlaşırıq, görürük ki, məsələn rəsm terapiyasında yəni çox istifadə olunur. Həmçinin oyundur. Əgər oyunu ayrı götürürüksə, həmçinin qum terapiyasıdır. Çox geniş istifadə olunan növləridir. Bəli, bu qədər. Mən çalışdım ki, necə deyim, bu təlimdə sadəcə art terapiya haqqında, növləri haqqında məlumat verim. Yenə deyirəm ki, əslində çox genişdir və dərinliyinə enmək olar bəzi növlərinin. Amma suallarınız varsa, buyurun, verə bilərsiniz. Və ümumiyyətlə şərt də deyil ki, siz ancaq təşkil eləyəsiniz, necə deyim, seansın hamısı art terapiya olsun, başdan ayağa art terapiya, bu da şərt deyil. Ola bilər ki, sadəcə bir texnikasından istifadə olunsun. Təşəkkürlər Şəhla xanım. Mən təşəkkür edirəm, çox sağ olun, diqqətiniz üçün çox sağ olun. Belə bu qədər. Yenə suallar olan varsa, Səbinə xanım da qeyd edə bilər, sonlandıraqmı, yoxsa necə? Mənim bir təklifim olacaqdır ki, gələn təlimlərinizi mümkündürsə, Google Meet-də eləyəsiniz. Onda həm belə aralanma olmur, həm də çox adam girə bilir. Yəni Zoom çox adamda yoxdur, ona görə məsələn mən göndərmək istədim bir nəfərə, sadəcə qoşula bilmədi, çünki Zoom-u yox idi. Google Meet-də daha rahat olur. Çox adamın əlində var telefon. Ona görə yəni istəyərdim ki, başqaları da dəyərlənsin. Çox dəyərli məlumatlar verirsiniz çünki. Bunu Səbinə xanım, çünki bu linki onlar göndərir. Aha, elə onlara məlumat vermək istədim. Təşəkkür eləyirəm Şəhla xanım. Qoşulan hər bir kəsə təşəkkürümü bildirirəm. Çox sağ olun. Onda biz sağollaşaq. Bəli. Mən də təşəkkür edirəm Rubiya. Sağ olun. Gələn görüşlərə qədər. Gecəniz xeyir qalsın. Sağ olun.